Salam qızlar, necəsiz? Kimlər mənim kimidir? Mənə çox maraqlıdır. Mən evdən harasa çıxanda evləri təmiz yığışdırıb çıxmasam ürəyim sıxılır. Onda bütün günü əyləncəm və yaxud da harasa gedirəmsə fikrim ancaq evdə qalır ki, ay Allah, evi gəlib necə yığışdıracağam, nə vaxt yığışdıracağam. Bir də səhər məsələn bilirəm ki, harasa gedəcəm, həmən gecəni heç yata bilmirəm. Düşünürəm ki, səhər birinci hardan başlayım, hansı işlərimi görüm, necə edim. Həqiqətən də bütün gün beynimdə gecə boyu onu fikirləşirəm. Və səhər duran kimi birinci işlərimə başlayıram. Bu günlərimə də Mingəçevirə gedirik. Daim Rusiyaya gedəcəyik deyəndə dedik özümüz üçün bir gün keçirdək, dənizə gedək. Dənizə gedəcəyik, oradan da gəlib ad gününə gedəcəm. Yoldaşımın ailəvi dostumuz var, yoldaşımla ora ad gününə çağırıblar, ora gedəcəyik. Ona görə də evdən çıxanda bütün hər yeri təmiz yığışdırdım. Elə çıxdım, çünki fikrim dediyim kimi evdə qalmasın deyənəm. Plus mən hələ qızlar evdən oturaraq çalışıram da, yəni inanın ki, bu işlər, uşaq, evdən oturaraq çalışmaq hamısı, yəni mənim üçün bir məsuliyyət daşıyır. Mənim özümün şəxsi komandam var və komandamda artıq 500 manata yaxın maaş alan qızlarım da var. Kim istəyirsə şəxsimə yaza bilər və yaxud da nömrəmi qoyacağam, nömrəmə yaza bilərsiniz. Belə qızlar artıq ev eşiyi də yığışdırdım. Ortalıqda Mirayin oyuncaqlarını da yığışdırdım və kolyeskamızı da belə götürəcəm. Belə qızlar artıq hazırıq, çıxa bilərik. Siz bəs yayda hara gəzməyə gedirsiniz? Onu da yazmağı unutmayın.